Naftalan şəhərində yerləşən möcüzəli Naftalan Sağlamlıq Mərkəzinə media tur təşkil olunub. APA'nın Qərb bürosunun məlumatına görə media nümayəndələrinə Sağlamlıq Mərkəzi barədə məlumat verilib. Möcüzəli Naftalan Sağlamlıq Mərkəzinin rəhbəri və təsisçisi Qoca Əmir Aslanov media nümayəndələrinə bildirib ki, müasir tibbi avadanlıqlarla təchiz olunmuş, peşəkar və yüksək ixtisaslı həkim kollektivi ilə fəaliyyət göstərən bu sağlamlıq mərkəzi şəhid ailələrinin üzvləri, 1-ci Qarabağ müharibəsi və Vətən müharibəsi iştirakçılarının reabilitasiyası sahəsində ixtisaslaşmış aparıcı müəssisələrdən sayılır. Məlumata görə, burada döyüşlər zamanı yaralanmış və müxtəlif xəsarətlər almış qazilərin, digər imtiyazlı şəxslərin sağlamlıqlarının bərpası istiqamətində müasir tibbi yanaşmalar əsasında effektiv müalicə və reabilitasiya xidmətləri göstərilir. Qoca Əmir Aslanovun sözlərinə görə, Sağlamlıq Mərkəzində hazırda 200 nəfərə yaxın şəxs müalicə alır. Bu günlərim uzun müddətdir ki, Möcüzəli Naftalan Sağlamlıq və İstirahət Mərkəzi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə müqavilə əsasında işləyir. İndiyənə qədər 1400 nəfərdən artıq qazi, şəhid ailəsi, qrupbası təyin olunmuş əhlilər Möcüzəli Naftalanda putyovkalarla təmin olunublar. Şəhid ailələri onlara göstərilən diqqət və qayğıya görə ölkə rəhbərinə dərin minnətdarlıqlarını bildiriblər. Xəstəlikdən qabaq mən bir 15 il gəlmişəm, çox razıyam. Adamları da, müalicələri də məni qane eləyir. Diqqət qayğıya görə, təmizliyə görə, yəni onların mənə göstərdiyi diqqət qayğıya səmimiyyətimlə təşəkkür edirəm onlara. Qeyd edək ki, 2026-cı ilin əvvəlindən indiyədək Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin göndərişi ilə qəbul olunan 1400-dən artıq şəhid ailəsinin üzvü və qazi əvvəlcə hərtərəfli tibbi müayinədən keçirilib. Daha sonra onların sağlamlıq vəziyyətinə uyğun fərdi müalicə və reabilitasiya proqramı müəyyən edilib. Cari ilin sonunadək bu prosesin davam etdirilməsi nəzərdə tutulub. O da qeyd edilib ki, müalicə kursu 14 gün davam edir. Mərkəzdə əsasən dayaq hərəkət sistemi, oynaq və digər əlaqəli xəstəliklərdən əziyyət çəkən şəxslərin müalicəsi həyata keçirilir. Müalicə proqramına masaj, müalicəvi bədən tərbiyəsi, fizioterapiya, iqloterapiya, azonoterapiya, hidrokolonoterapiya, eləcə də müalicəvi təsiri ilə tanınan Naftalan neft vannaları daxildir. Sağlamlıq mərkəzində həyata keçirilən reabilitasiya tədbirləri pasiyentlərin funksional imkanlarının bərpasına, gündəlik həyat fəaliyyətinə qayıtmalarına və həyat keyfiyyətinin yüksəldilməsinə xidmət edir. Fuad Nazimoğlu, APA TV, Naftalan.